Mən hər dəfə bölgələrə, rəhbər vəzifələrinə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır. İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Hər bir rəhbər vəzifədə çalışan şəxs, hər bir məmur təvəzzükar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Və beləliklə həm öz nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşuq. Bununla bərabər bəzi hallarda korrupsiya, rüşvətxorluğa düçar olurlar.